أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم والذين يؤذون الله ورسوله لعنهم الله في الدنيا والآخرة وأعد لهم عذابا muhina. Sadaqallahul aliyyul azim. Peyğəmbər alıb Peyğəmbərə səlavası çedik. Allahümmə salli ala Muhammed. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək etdiyimiz duaları, qıldığımız namazları, Rəbbimiz üçün əl açaraq etdiyimiz bütün hacət və mətləbləri bizdən ali dərəcədə qəbul eləsin. Allahdan diləyək, Allah qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni bizdən kənar eləsin. Xalqımızı, cəmiyyətimizi, xüsusilə ailələrimizi biri-birinə mehriban eləsin. Və bu fani həyatda, bu qısa yaşadığımız dünyada, yaşadığımız ömrü bərəkətli yaşayanlardan bizləri qərar versin inşallah. Bugün cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən ruzili, ən nurani bir gündür. Və bu gün o günümüzdür ki, Qur'anımıza və hədislərimizə, Əhl-i-Beyt əleyhimussalamların kəlamlarına baxdıqda, sonuncu vəd olunmuş xilaskarımızın gəliş günüdür. O gündür ki, yer üzərində haqsızlıq, ədalətsizlik, zülm, nifaq artdığı və çoxaldığı bir vaxtda sonuncu xilaskarımızın gəlişi ilə haqsızlığın aradan gedərək haqqın, ədalətsizliyin aradan gedərək ədalətin, zülmün, sistəmin, nifaqın kökünün kəsilərək yer üzərində sülhün, əmniyyətin bərqərar olacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin inşallah. Əgər ömrümüz vəfa qılmazsa, yaşadığımız bu günlərdə o Həzrətin gəlişi üçün üzərimizə düşəcək bütün vəzifələri tam, dürüst, layiqincə yerinə yetirən kəslərdən bizi qərar versin inşallah.